Biz 1828-1813-cü ilə qədər biz heç vaxt böyük qardaş axtarmamışıq. Bizim qacarlarımız olub, qacardan qabaq əfşarlar olub, əfşardan qabaq səfəvilər olub, səfəvidən qabaq Ağqoyunlu, Ağqoyundan sonra Qaraqoyunlu. Biz onlarla fəxr eləmişik və özümüz böyük olmuşuq. Özümüz böyüklük iddiasında olmuşuq. Sonradan bu Çar Rusiyası və Ruslar bizim xalqımızın beyninə ki, sən kiçiksən, sən savadsızsan, sənin heç bir perspektivin yoxdur, sən şkol nədir bilmirsən. Rus imperializmi və Rus imperializmə xidmət eləyən dırnaq arası Azərbaycan ziyalıları bizim xalqımızın beyninə bu kiçiklik kompleksini yerləşdirdilər. Və nə yazıq ki, çox təəssüf ki, bu günləri yəni bəzilərimiz hələ də o kompleksdən çıxa bilmirlər. Yəni öz şanlı tarixlərini qoyub, yəni gedirlər qonumda, qonşuda öz tarixindən qat-qat zəif tarixi sərkədələrə atam deyirlər. Tarixi sərkədə atam deyirlər. Yəni öz atasını qoyur evin içində, öz atasını qoyur. Yəni o atanın ki, mülkündə yaşayır. Atanın mülkündə yaşaya-yaşaya gedir qonşuda ata axtarır. Bax bu kompleksdir, qardaşlar.